Doktor, bəs hansı əlamət varsa birbaşa kolposkopiya müayinəsinə müraciət etməlidir xanımlar? Ümumiyyətlə, skrininq deyilən bir müayinələrimiz var. Bu skrininq müayinələri HPV analizi, pap test analizi, bunları öz qayda yerində belə deyim. Çünki bəzən bütün xanımlar bu müayinələrdən keçmirlər. Amma bu müayinələrdə hansı bir dəyişiklik varsa, bu mütləq göstərişdir kolposkopiya və əlbəttə ki, kontakt qanamalar, hansı ki, əlaqə zamanı müşahidə olunan qanlı ifrazatlardan, sikl arasındakı qanlı ifrazatlar, uzun müddət iltihaplı proseslər, bütün bunlar kolposkopiyaya göstərişdir. Qarnın alt hissəsində ağrılar və bir də deyim ki, kolposkopiya ümumiyyətlə şikayət olmadan da hər bir xanım bu müayinədən keçməlidir. Çünki bu müayinə profilaktik bir müayinə olaraq aparılmalıdır və kifayət qədər pasientlərimiz var ki, heç bir patoloji durum yoxdur, heç bir şikayəti yoxdur. Kolposkopiya müraciət edib və hər hansı bir patoloji duruma şikayət edir. Doktor, biz deyirik ki, 6 aydan bir hər bir qadın ultrasəs müayinədən keçməlidir. Kolposkopiya müayinəsi də eyni qaydada 6 aydan bir mi olunmalıdır, yoxsa ildə bir dəfə olunsa? İldə bir dəfə olunsa kolposkopiya müayinəsi kifayət edər. Bəli, sadəcə olaraq bu müayinələr müntəzəm olaraq həyata keçirilməlidir. Buradan da ona görə bütün xanımlara səslənirik. Əgər doktorun da sadaladığı kimi əlamətlər sizdə varsa, ultrasəs müayinə ilə yanaşı kolposkopiya müayinəsindən keçməyiniz məsləhətdir. Çünki ultrasəs müayinə uşaqlıq boynunun səthində olan hər hansı bir patologiyanı göstərmə imkanına malik deyildir. Hər bir qadına sağlam olmağı arzu edirik.